Bizə radiusun necə dəyişdiyini soruşulur, düzdürmü? Biz burada fikirləşməliyik ki, elektron alıb yoxsa verib. Biz ümumiyyətlə bu iki çevirmələrin hamısında onu bilməliyik. Elektron alıb yoxsa elektron verib. Elektron alıbsa artır, veribsə radius kiçilir. Belə bəs. Bəs bunu hardan təhlil edə bilirik, müəllim? Elektron alır yoxsa elektron verir? Mən dəfələrlə demişəm ki, yük azalırsa alır, yük artırsa deməli verir. Azalır, deməli nə olur? Radius artacaq. Yaxşı. Görürsən burada sıfırdan mənfi 1-ə. Yenə nə olur? Ə, azalır. Salam müəllim. Sağ azalır. Ə, yenə nə olur? Deməli, radius nə olur? Ə, artır. Səsim gəlir. Bəli, gəlir müəllim, gəlir, eşidirəm. Əla. Natrium sıfırdan müsbət 1-ə elektron verir də. Bir də burada bir məsələ var. Burada görsən azalır. Burada azalır. Dövlət İmtahan Mərkəzinin test topusu, ə, atomun quruluşu, atomun tərkibi idi, yoxsa quruluşu idi? Quruluşu, atom quruluşu bölünmə, tərkibi daha doğrusu. Səhifə 49, səhifə 49-da 29-cu sualdır. Yük azalırsa, deməli elektron alıb, elektron aldığına görə radiusu artacaq. Amma yük artdığına görə, deməli, yəni yükü artır, deməli elektron verir, deməli radiusu nə olacaq? Kiçiləcək. Radius kiçilir, yəni azalır. Burada uyğun cavab hansı olacaq? Artır, artır, azalır. Artır, artır, azalır. C variantı olur. Düzdürmü? Kesin növbəti suala. Demin test toplusunda. Buradan asanla görmək olur ki, bu nə edir? Elektron verir. Elektron verirsə, yadınıza bir şey salın. Çevrilmədə həmişə proton sayı sabitdir. Yəni çevrilmə zamanı həmişə proton sayı sabit. Çünki eyni bir elementdir də. Elektron verir, elektron alır. Yəni, söhbət bu çevrilmədən gedir. Ə, yəni istəyir burada müsbət olsun, mənfi olsun, fərqi yoxdur, proton sayı sabit qalır. Bu elektron verdiyini hardan bilirik? Oxun üstünə mənfi yazılırsa, deməli elektron itirir bu. Elektron itirirsə, deməli kiçilir də, yəni həcmi kiçiləcək, yəni radiusu kiçiləcək. Və təbii ki, elektron itirdiyinə görə elektron sayı nə olacaq? Azalacaq. Buna uyğun cavabı nə edirik? Seçirik. Azalır, dəyişmir, azalır. A variantı uyğun. Keçən növbəti sual. Bir dənə ion verilib, eyni bir element atomunu mənfi və müsbət yüklü ionları təqdim olunub. Görürsünüz, yüklülər də eynidir, proton sayları eynidir, çünki eyni bir elementdir. Sadəcə bir dəfə 2 elektron alıb, bir dəfə isə 2 elektron verib. Alıb mənfi yüklənib, verib müsbət yüklənib. Elektron sayları deyib bərabərdir. Sizcə bərabərdir? Alıb, burada isə verib. Burada elektronu şərti olaraq burada yer var, buraya yazıram. 2 A plus 2-dir elektronu, burada isə A çıxı 2-dir. Təkrar edirəm, 2 elektron alırsa, protonun üstünə gəlirsən, verirsə, protondan çıxırsan. Və deyir radiusu, mənfinin radiusu müsbət böyükdür. Əlbəttə, burada elektronu çoxdursa, eyni bir element atomunun, elektronu çox olan radiusu nə olacaq? Böyük olacaq. Çünki elektronu alıb baxın, elektron alıbsa şişir. Şişirsə, deməli radiusu çoxdur. Bu doğrudur, amma bu səhvdir. Elektron sayıların fərqi. Elektron sayı yazımda şərti olaraq bura və bura yazdım. Bunların fərqi neçə eləyər? 4 eləməz. A plus 2-nə A minus 2-ni çıxırsınız. 4 eləyəcək də. Deməli, doğru cavab 2 ilə 3 doğrudur, 1 səhvdir. Doğru istədiyinə görə 2 ilə 3 seçilir. Yəni, bu şəkildə o biri sualları da demək olar. Yəni, buna oxşar suallar yazılır. Görə bilirəm ki, çətin çəkməkdə 1 molda nə qədər elektron var normalda? 1 mol atomda 6,2 elektron var, düzdürmü? Və bizdə də 4 vurulsun 10 üstü mənfi 19 Joule və biz kilojoula bunu keçsək 4 vurulsun 10 üstü mənfi 22 kilojoule, birisi də 1 Joule 1 bölünsün 10 üstü 3 kilojoule. Bunu keçirsək və buna uyğun gələn mol nə qədər eləyəcək? 4 vurulsun 10 üstü mənfi 22 eləyir də zaten. Mol, düzdürmü? Və bu qədər mol
düşən belə deyək də elektron sayı nə qədər olacaq? Bu qədər qoparmaq üçün. Çünki o bizə deyir ki, Röntgen cihazının istifadə olunan bir elektron atomdan 4 vurulsun 10 üstü mənfi 19 joule enerji alırsa, deməli, bir elektron, bir dənə altdan 102 vurulsun bir elektron belə yazsaq daha yaxşı olar ki, başa düşək. Bunu biraz tərsinə yazdım mən bayaq. Sizə izah edərkən kod eləmədim, bunu tərsinə yazdım. Bir dənəsi elektron alarkən nə qədər enerji sərf edir? 4 vurulsun 10 üstü mənfi 22. Mən kilojoula çevirmişəm. O da bizə deyir ki, yəni bir elektron bu qədər alırsa, 1 mol elektron. 1 molda nə qədər elektron var? 62 volts var. Onlar onu elə belə vermirlər, boş-boşuna vermirlər ki, uşaq onu konvertasiya eləsin uşaq NA-ya. Yəni altdan %2 vurulsun 10 üstü 23 sayda elektron, yəni bir təkrar edirəm, bir dənə elektron deyir, bu qədər enerji alır, qoparmaq üçün bu qədər enerji lazım olur. Bəs 1 mol elektron üçün, yəni altdan 102 volts 23 elektron üçün nə qədər enerji sərf olunan. Təbii ki, burada da plan hasili nəticədə eləyir 24,8 vurulsun 1, bu da eləyir 240,8. Bəli. Çox. Bu bizim 42-ci sualımız. Yaxşı sual idi ama.